Salam, hər vaxtınız xeyir olsun, hörmətli Şəhidin TV izləyiciləri. İlk öncə sizin hamınızı bir olan Allahın adıyla salamlayırıq. Bu günlərin biz Sabah rayonunda İlkokul Salih liseyindəyik və burada 1-ci Vətən müharibəsinin qəhrəman döyüşçü, kəşfiyyatçı Şəhid Bahadur Zəhrimanoğlu Quliyevin bu günlərin mövzududur, cənnətli dəyişinin mövzududur. Biz Şəhidin TV kollektiv olaraq və Azərbaycan Respublikası şəhid ailələri, əlilləri və müharibə veteranları müdafiəsi İctimai Birliyinin sədri Tahir Məmmədov adından biz Bahadur qardaşımızın cənnətli dəyişinin mövzunu təbrik edir və onun valideynlərinə, doğmalarına Allahdan səbr edirik. O bugünkü tədbirin təşkilatçısı Raziyə Kamilqızıdır. İstərdik Raziyə Kamilqızı ilə özü bu tədbir barəsində izləyicilərimizə məlumat verir. Öncə hər kəsi salamlayıram. İgid qəhrəmanların xatirəsinə ehtiramla yad edərək, bunların xatirəsinə ehtiram əlaməti olaraq bugün şəhid kəşfiyyatçı Bahadur Quliyev Zəhrimanoğlunun mövlud günüdür. Ona görə biz bugün Səbail rayonunda 49 saylı məktəb liseydə onun adına tədbir hazırlanıb, bu tədbirin hazırlanıb ərsiyə gəlməsində mənə göstərdiyi dəstəyə görə, bizə göstərdiyi dəstəyə görə Səbail rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası şəhid ailələri, əlillərin, müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin bütün kollektivinə başda Tahir müəllim olmaqla Ramin Şirinova öz təşəkkürümü verir.